Təəssüf indi zaman belə zamandır ki, din vasitəsilə hörmət qazanmaq istəyən insanların sayı çoxalıb. Girir dinin içinə, təsbih əlinə götürür, təzahür elətdirir özünü dindar kimi və dinin avırını aparır, etibar qazanır. Ən asan məsələdir, hamıda allatmaq olur. Din vasitəsilə özünə hörmət, etibar, abır qazanmaq istəyən insanların sayı çoxalıb. Ən pis insanlardır bunlar. Özümüz də olsaq deməli ən pis insanlardır. O insanlar ki, dini özü üçün hörmət qazanmaq vasitəsinə çevirib oyunbaz adamlardır bunlar. Minbərdə də otursa, pişnamaz da dayansa, din adama belə deyək, Allaha yaxınlaşdıran vasitədir. Bəzən də din bəzi insanlar üçün, üzr istəyirəm, ən alçaq insanların da sığınacağına çevrilir. Dinin arxasında gizlənib hoqqabazlıq eləmək.